Salam dəyərli izləyicilər. Deməli 9-cu siniflər üçün 2022-ci ildə 1-ci zonaya düşən sualların izahını verəcəm. Suallara diqqətlə baxın. Artıq bizim indiki dövrümüzə yaxınlaşdığı üçün bənzər sual tipləri çoxdur. Asan suallar da var, yaxşı suallar da var. Bu PDF-ləri də Telegram kanalımızdan əldə edə bilərsiniz. Həmçinin uşaqlar ödənişli olan sınavlar qrupumuza ödənişsiz qoşula bilərsiniz. Tək şərtimiz kanala abunə olmaq və onu skrin eləyib buradakı nömrəyə göndərməkdir. Deməli, başladıq birinci sual. Deməli, MN qövsünün dərəcə ölçüsünü soruşur. Bu mərkəzdir. Mərkəz bucağı neçədirsə, qövs də o qədərdir. Ona görə olur 36 dərəcə, rahat sualdır. Kamilin 90 manat pulu var idi. O pulunun 10%-nə dəftər aldı. Kamilin neçə manat pulu qaldı? İndi uşaqlar, 90 manatın 10%-ni xərcləyibsə, 90% özündə qalıb da. 90-ın 90%-ni taparam, bölərəm 100-ə. Bunlar getdi, qaldı 81. Deməli, 81 manat pulu qalıb. Sonra üçüncü sual vurğulara ayırın deyir. Mən buradan nəyi vurğu kimi qarşıya çıxardacağam? 2-ni, bir də y-i. 2 və y-i çıxarsam qalacaq 4c kvadrat çıx d kvadrat. 2 qalır, 2y qalır. Digəri kvadratlar fərqidir. 2c çıx d, 2c plus d. Vəssalam. Bu qədər oldu vurğulara ayırma. Gəldik 4-ə. Üçbucağın tərəfləri 10, 12 və 14 olarsa, bu üçbucağın tərəflərin orta nöqtələrini birləşməsindən alınan üçbucağın perimetrini tapın. Bilirik ki, orta xətt tərəfin yarısıdırsa, orta xəttin yaratdığı üçbucaqlarda böyük üçbucağın perimetrinin yarısı olmalıdır. Onda bunu toplayaram. 10 üstə gəl 12 üstə gəl 14 böl 2. 22-nin son 4 gələndə 36 edir. 36-nı da 2-yə böldüm. 18 y bəndə. 5. Funksiyanın təpə nöqtəsinin ordinatını tapın. Təpə nöqtəsinin ordinatı nə ilə tapılır? N-dən tapılır. 4ac çıx b kvadrat böl 4a. 4 vurulsun, a-sı mənfi 3-dür. Mənfini atdım qarşıya. C-si də 5-dir. Çıxılsın, b-si 6-dır. Kvadrat 36 bölünsün. 4-ü a da mənfi 3 olduğu üçün 4-ü çavuranda mənfi 12 aşağıda. İndi mənfi 12, mənfi 60, mənfi 36, mənfi 96 böl mənfi 12. Mənfilər gedər, eləyəcək 8, yəni A bəndi. Bu çoxluğun kəsişməsi. Elementlərin sayı. Kəsişməsində 3 var. Başqa nə var? Başqa bir şey görmürəm. Bir də 5 var. Yaxşı ki gördüm. 2 dənə element var cəmi kəsişməsində. Ona görə də oldu B variantı. Bu sual da uşaqlar bu ildə buraxılışa düşmüşdü bənzər sual. Çox sadədir. Bundan bu ixtisar gedir. Nə qalır? A böl B. Yəni baxın sizə də imtahanda 18, 16, 17 dənə sual, sadə suallar düşəcək. Amma çətin suallarda olacaq. Çarpaz vuranda x, y oldu. 5 vur 10, 50, yəni D bəndi. 9. Şəkildə verilənlərə əsasən x tapın. İnşallah D1, D2-nin paralel olduğu yazılmasa da D1 ilə D2, D3 ilə də 4-4. D4 daha doğrusu öz aralarında paraleldir. Onda belə çıxır ki, bu bucaq bura bərabərdir, bu da buna bərabərdir, bu da buna bərabərdir. Yəni belə çıxır ki, 2x üstə gəl 10 bərabərdir 110-a. 2x bərabərdir 100-ə. X də bərabərdir 50-yə. Bizdən x-i soruşurdur. C bəndi. 10-cu sual. ABD düzbucaqlısında BC 12-dir. AC 13-dür. İndi uşaqlar bu düzbucaqlı olduğu üçün bura 90 dərəcədir. 5, 12, 13 düzbucağı Pifaqor ədədləri. Onda bu tərəf oldu 5. Elə bizdən də AB-ni soruşurdu. Cavab oldu 5. 11. AC 10-dur. Yəni oturacaq 10-dur. BK 5-dir. İştiqlənmiş hissəni tapın. İndi uşaqlar, normalda bu fərqli bir fiqurdur. Amma bu fiqurun sahəsini tapmaq üçün burada qalan hissəni bu oturacağa vursan kifayət edir. S bərabərdir 5 vurulsun 10 bölünsün 2. 50-ni 2-yə böləndə də 25. Deməli, bura oldu 25. 12. Şəkildə verilənlər əsasən BK-nı tapın. Deməli, AB 2,5-dir. BC 2-dir. BD 5-dir. BK-nı soruşur x. Üzr istəyirəm uşaqlar. Çarpaz deyəndə qarşı-qarşıya vursaq. 2,5 x-a vuranda olur 2,5 x. Bərabərdir 2-ni 5-ə vuranda 10. X bərabərdir 4-ə. 13. İki ifadənin hasili 0-dırsa, onlar ayrı-ayrıda 0-dır. X plus 3 bərabərdir 0-a. X bərabərdir mənfi 3. Bir də digəri 2 çıxılsın 1 bölü x plus 3 bərabərdir 0. Buradan 2 bərabərdir 1 bölü x plus 3-ə.
və çarpaz vursam, deməli 2x plus 6 bərabərdir 1. 2x bərabərdir mənfi 5. X də bərabərdir mənfi 2 onda 5. Biri mənfi 2 onda 5'dir, biri mənfi 3. Amma mənfi 3'ü götürə bilmərəm, məxrəci sıfıra çevirir. Ona görə cavab oldu mənfi 2 onda 5 A bəndi. Deməli uşaqlar, burada çıxılsın. Burada çıxılsın yox, bunu düzəltmək yadımdan çıxıb, burada vurulsundur. 9'a bölünməsindən alınan qalıq M. İkinci ədədin 10'a bölünməsindən alınan qalıq deməli n olarsa, m plus n cəminin 5'ə bölünməsindən alınan qalığı da. Deməli, birinci bu hasilin 9'a bölünməsindən alınan qalığa baxaq. İlk ədədə baxaq, buranı silirəm. Təbii ki, ədədlər tək-tək 9'a bölməyə və yaxud onların hasilini tapmaya ehtiyac yoxdur. İndi burada cəm 11, 18, 18 9'a böləndə qalıq qalmır onsuz da 7, 7 ilə 9, 15, 15'in də üstə, daha doğrusu 7 ilə 9, 16, üstə də 2, 18. Baxın, burada vurulmadı. Bu ədəd 18'dir rəqəmlərin cəmi. Bu ədəd 9'a bölünürsə, onda bu hasil də 9'a bölünür. O zaman hasilin 9'a bölünməsindən alınan qalıq m-dirsə, m bərabərdir 0'a. Keçdik. İkinci ədədin 10'a bölünməsindən alınan qalıq 3'dür. Bu ədədi 10'a böləndə qalıqda 3 qalırsa, deməli n bərabərdir 3'ə. İndi m plus n 0 plus 3'ün deməli 0 plus 3 ədədinin 5'ə bölünməsindən alınan qalıq da elə 3'dür. 15. A bərabər 4,7'də 3 və B bərabər 2,7'də 4 olarsa, ifadənin qiymətini hesablayın. Baxın, bu ifadə uşaqlar A plus B-nin kvadratıdır. Üstəgəl, buradan da 3'ü çıxardaram, olacaq A plus B. İndi bu ikisini toplayaram. 4 ilə 2 6 eləyir. 7'də 3 ilə 7'də 4'də 1 eləyir. 6 tam var idi. 1 də tam oldu. Oldu 7. 7'nin kvadratı üstə gəl 3 vur 7. 7'nin kvadratı 49. Üstə gəl 21. Elədi 70. 16. Mənfi 2 vurulsun. 1 tam %21. 1 tam onda 1'dir. Üstə gəl 3 onda 6 bərabərdir. Mənfi 2 onda 2. Üstə gəl 3 onda 6. Bu da eləyir 1 onda 4. Müsbət 1 onda 4 A bəndi. Sonra tənillər sistemindən x çıxılsın, y-i bizdən soruşur. Tərəf-tərəfə toplasaq, y-lər gedər. 6x bərabər olacaq 24'ə. X bərabərdir 4'ə. X oldu 4. Gətirib yazarım burada yerinə. 4 vur 4. Çıx. Üstə gəl. 3y bərabərdir 10'a. 3y bərabərdir 16 eləyir. Ondan çıxanda mənfi 6 qalır. Y bərabərdir mənfi 2. X oldu 4, y oldu mənfi 2. 4 çıxılsın, mənfi 2. Bu da eləyir 6, yəni A bəndi. 18. Düzbucaqlı paralelipipedin oturacaqlarının tərəflərini 6 dəfə azaldıb, hündürlüyünü 3 dəfə artırsaq, həcmi necə dəyişər? Tərəflərini 6 dəfə azaldırıqsa, belə deyək də, məsələn, həcmdən danışır. V bərabərdir A vur B vur C. Bunu da 6 dəfə azaldıram, bunu da 6 dəfə azaldıram. Həcmi isə 3'ə vururam. Nə baş verir? 3 ilə bunun biri gedir, 2 qalır. Oldu A, B, C böl 12. 12'yə bölünüb, deməli 12 dəfə azalar. 19. Qayıq 48 kilometr məsafəni axınla getdi. Daha sonra həmin məsafəni geri qayıtdı. O bu yola 5 saat vaxt sərf elədi. Çayın axma sürəti 4 kilometr olarsa, qayığın durğun sudakı sürətini tap. Deməli uşaqlar, fərz eləyək ki, getməyə sərf olunan zaman T1'dir. Belə yazaq da T1. Bu bərabər olacaq. T1'i necə tapacaq? Yol 48'dir. Bölünsün. Deməli, həm axın ilə gedib, həm axına qarşı gedib. Axın ilə gedəndə sürətlər toplanır. X plus 4 olur. T2 isə axına qarşı gedib. 48 bölünsün. X minus 4. Bu ikisinin cəmi də 5'dir. Yəni 48 bölünsün x plus 4. Üstə gəl 48 bölünsün x minus 4. Bu bərabərdir 5'ə. Bu hissəni silirəm artıq. 48'i qarşıya çıxarsam, olacaq 1 böl x plus 4. Üstə gəl 1 böl x minus 4. Bərabərdir 5'ə. X'i tapsam, x burada qayığın sürətidir. 48'də məxrəc x kvadrat çıx 16. Çarpaz vuraram x çıx 4. Üstə gəl x plus 4. Buradan 4'lər gedər, yuxarıda qalar 2x.
2x-i 48-ə vuranda da olacaq 96x böl x kvadrat çıx 16 bərabərdir 5-ə. Bunu da çarpaz vursaq 5x kvadrat çıx 80 bərabərdir 96x. Sola keçirdərik. 96x çıx 80 bərabərdir 0. Deməli uşaqlar, bir dənə bu tənliyi həll eləyək. Viyetindən tapa bilmərik, məcbur uşaqlar şeylə tapacaq da, diskriminant üsulu ilə. 96 bərabər 96-nın kvadratı. Deməli bunu bir dənə hesablayaq. 9216 çıxılsın. Yox, daha doğrusu üstdən gəl, burada mənfi var. 4 vur 5, 20, 20 də vur 80. Nə qədər eləyim? 1600 eləyir deyəsən. Bu da bərabərdir 10816. 10816 da 104. 104 çıxacaq köşdən. Onda belə olacaq. x1 bərabərdir 96 üstə gəl 104 böl 20. Bu da 220-yə böləndə elədi 10. Digərində isə 96 çıx 104 eləyir. O da mənfi olur. Sürət mənfi olmaz. Deməli katerin sürəti 10-dur. Və salam. Bizə deyir ki, əkob 120-72 böl əbob 120-72 bərabərdir. Yuxarıdan deməli 24-ü vuruq kimi qarşıya çıxarsam, qalacaq əkob 5 ilə 3. Aşağıda da 24-ü qarşıya çıxarsam, əbob 5 ilə 3. Burada 24-lər ixtisar gedər. 5 ilə 3-ün əkobu onların hasili də 15-dir, əbobu da 1-dir. Cavab da oldu 15. Sonra gəldi 21-ə. Vurğuları ayırmaq lazımdır. Deməli, nə edəcək? Köklərindən tapıb istifadə edə bilərik. Yorucu olacaq, amma ödənəcək. Başqa variantımız bunu parçalamaq olar. Parçalasaq. Məsələn, belə yazmaq olar. 7x kvadrat çıx 14x üstə gəl 2x. Çıx 4. Buradan 7x-i qarşıya çıxarsam, eləyir x çıx 2. Buradan da 2-ni çıxarsam, eləyir x çıx 2. Və x çıx 2-ni də qarşıya çıxarsam, olacaq 7x üstə gəl 2. Və salam. Bu qədər. Vurğuları ayırdıq. Gəldi 22-yə. A mənfi 8, 4 və B mənfi 3, 5 olarsa, A və B nöqtələr arasındakı məsafəni tapın. Uşaqlar, AB məsafəsi kök altında mənfi 3 çıx mənfi 8 eləyir 5, kvadratı 25, üzərinə gəl 5 çıx 4, 1, kvadratı da 1. Bu da olur kök altında 25 plus 1, yəni kök altında 26. Gəldi 23-ə. 2 eyni boru hovuzun yarısını 3 saata doldurursa, bir boru hovuzun 3də birini neçə saata doldurar? Onda belə bir məntiq irəli sürmək olar. Əgər 2 boru yarısını 3 saata doldurursa, 2 boru tamamını 6 saata doldurar. İndi 2 boru tamamını 6 saata doldurursa, eyni boru olduğu üçün bir dənəsi də tərs mütənasibdir də x qarşı-qarşıya vurulur, x bərabərdir 12. Deməli, bir dənəsi 12 saata doldurur. 3də birini də, 12-nin 3də biri nə qədərdir? 4 saata dolduracaq. Belə şifahi yazmaq olar. 24. Sinifdə 13 oğlan və 12 qız var. Sinifdə 13 oğlan və 12 qız var. Sinifdəki şagirdlərdən təsadüfən seçilən bir nəfərin oğlan olması hadisəsinin ehtimalı. Deməli, toplamda məxrəcdə bütün hallar olacaq, yəni 25. Seçilən bir nəfərin oğlan olması üçün də gərək bu 13 sənədən birini seçək də, ehtimal oldu 25-də 13. Və yaxud da onluq kəsirindən yazsaq 0,4-də 13-ə vuran neçə eləyir? 52. 0,52. Gəldi 25-ə. A, B və C ədədlərinin ədəd ortasını tap. Açılışını yazsaq rahat alınacaq. 10A plus B üstə gəl 10B plus C üstə gəl 10C plus C bərabərdir 99. 10A-dan bir dəqiqə 11B 11C olur. Amma A bir dənə olur. Onda uşaqlar böyük ehtimalla burada CC yox CA-dır. Böyük ehtimalla belədir, yoxsa düz gəlməyəcək. O zaman olur 11A üstə gəl 11B, bu axırıncı A olsa. Üstə gəl 11C bərabərdir 99.
Hər tərəfi 11-ə bölsək, A plus B plus C bərabərdir 9. Bizdən də ədədi ortasını soruşur. A plus B plus C böl 3 bərabərdir 3-ə. 25-də cavab oldu 3. Və salam uşaqlar, bütün sualların izahını verdim. Sınavları qrupumuza qoşulmaq üçün dediyim kimi kanala abunə olub bu nömrəyə göndərməyiniz kifayət edir, qrup əlavə olunacaqsınız. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.